Mən Elşad Miriyə müəllimlik elədiyim vaxtlar idi. Bir dəfə mənə dedi ki, gəl mən dəstəmaz alım, sən də bax gör mən dəstəmazı düz alıram, yoxsa yox. Bunu da təbii ki, Vasif Məmmədəliyev görmüşdü. Allah rəhmət eləsin, Allah günahlarını bağışlasın. Və o gəlib bu sözü deyəndə ki, sən kimsən? Özündən dünənki, yəni uşaq gəlib Quran tərcümələrindəki səhvləri qeyd edirsən. Heç sən öz dərsini yaxşı oxumamısan. Akademik olan şəxs mənə demişdi ki, sən kimsən? Heç dərsini yaxşı oxuya bilməmisən. Mən də bunu təsdiqləyirəm həmçinin səni dəstəyən bir müəllim kimi ki, sən həqiqətən dərsi yaxşı oxumamısan. Lakin sən həqiqətən də əndazəni aşıb, həddindən artıq çox ağ edəndən sonra artıq mən sənin müəllimin olmuş bir şəxs kimi bu mövzuya, bu məsələyə müdaxilə eləməyə məcburiyyətində qaldım. Bu sübutlar ki, sən bu günə qədər ağzını açıb, bir dəfə də olsun onlara cavab verə bilmirsən. Yalnız cavabı verirsən mollalara, aktyorlara, falçılara və s. Deyirsiniz ki, savadsız insanlardan çıxırsınız. Televiziyaya çıxdığım zaman mən kimlə çıxacağımı müəyyənləşdirirəm. Bismillahirrahmanirrahim. 2011-ci il olardı təxminən. Mən Elşad Miriyə müəllimlik elədiyim vaxtlar idi. Bir dəfə mənə dedi ki, gəl mən dəstəmaz alım, sən də bax gör mən dəstəmazı düz alıram, yoxsa yox. Və bu dəstəmaz aldı, mən də baxdım, gördüm ki, dəstəmaz alarkən sağ qolundan yox, birinci sol qolunu yumağa başladı. Və mən də ona dedim ki, yox, birinci sən dəstəmaz alanda sağ qolunu yumalısan, sonra sol qolunu yumalısan. Və buna qəribə gəldi, hələ bilmirdi. Dedi ki, doğrudan deyirəm, bəli, dəstəmazda əzaların sağ tərəfinə başlamaq müstəhəbdir. Əlbəttə ki, mən ona dərs deyən zaman, öyrədən zaman heç vaxt nəyisə öyrədəndə aşağılama niyyətim olmayıb. Heç bu müsəlmana da yaraşmaz. Sadəcə olaraq ürəyimdə fikirləşdim ki, bir adam əgər dəstəmazın ən sadə bir məsələsini, hansı ki bunu elə ilk başlayanda öyrədirlər, istəyir məktəbdə, mədrəsə deyək, universitet deyək və s. Din oxuyan insan bunu ən sadə məsələdir ki, bunu hamı bilir ki, dəstəmaz alarkən yalnız ilk olaraq sağdan başlamaq müstəhəbdir. Deməli, dəstəmazın ən sadə məsələsini bilməyən insan indi hər yerdə car çəkib deyir ki, mən hətta mədrəsəni belə din oxumuşam, kollec oxumuşam, universitet oxumuşam və s. Azərbaycanda məndən çox din oxuyan yoxdur deyir. Çünki mən bunun bilirsiniz ki, mənşəyindən oxumuşam. Hətta orta məktəbdə belə ilahiyyat oxumuşam, ilahiyyat kolleci oxumuşam. Digər mənim qədər, baxın bunu təvazökarlıqdan uzaq da olsa deyirəm, dinlə bağlı təhsil alan ikinci bir şəxs yoxdur. Niyə? Çünki orta məktəbdən əvvəl də mədrəsəsini oxumuşam. Vallahi 30 il oxuyanlar televizyon əksini deyir. Deyə bilər, 30 il sonradan oxuyurlar. Orta məktəbdən gələn bir şeydən danışıram. Mən ilahiyyat kolleci oxuyanda, məsələn bu günlərim insanlara müzakirə elədiyi İmam Əbu Hanifənin məsələn Fıkhul Əkbərini biz orta məktəbdə keçirdik. Və yaxud da Buxari və Müslimin ikisinin bərabər olan hədisləri Əl-Lulu və Əl-Mərcanı mən orta məktəbdə keçirdim. Yəni ondan sonra bakalavr və s. indinin özündə də doktorantam. Deyə bilər ki, 30 ildə oxuyanlar. 30 il yox, 50 ildə oxuya bilərlər. Əgər bir düyməni 7 yaşında ama hafiz olan da var. tamam ya, hafiz olmaq da bir bu günlərim telefonunuzdakı hafizlər ondan daha çoxdur. Amma dinin ən sadə məsələsi, hansı ki bunu harda oxusa dini, dəstəmaz alarkən, dəstəmazı öyrədərkən ilk olaraq bu məsələlər orada tədris olunur ki, dəstəmaz alarkən sağ tərəfdən başlamaq dində müstəhəbdir. Deməli, xırda bir məsələni bilməyən insan, dərsini yaxşı oxumayan insan, hansı ki özü təsdiqləyib ki, Vasif Məmmədəliyev bir dəfə mənə dedi ki, sən heç dərsi də yaxşı oxumamısan. Bunu da təbii ki, Vasif Məmmədəliyev görmüşdü. Allah rəhmət eləsin, Allah günahlarını bağışlasın. Və o gəlib bu sözü deyəndə ki, sən kimsən? Özündən dünənki, yəni uşaq gəlib Quran tərcümələrindəki səhvləri qeyd edirsən. Heç sən öz dərsini yaxşı oxumamısan. Heç sən öz dərsini yaxşı oxumamısan. Heç sən öz dərsini yaxşı oxumamısan. Akademik olan şəxs mənə demişdi ki, sən kimsən? Heç dərsini yaxşı oxuya bilməmisən. Sən kimsən? Heç dərsini yaxşı oxuya bilməmisən. Sən kimsən? Heç dərsini yaxşı oxuya bilməmisən. Bunu o kişi deyib sənin özünə. Görünür, sözündə əlbəttə ki, doğru olub və mən də bunu təsdiqləyirəm həmçinin səni dəstəyən bir müəllim kimi ki, sən həqiqətən dərsi yaxşı oxumamısan. Amma durub indi böyük məsələlərdən danışırsan, Quran ayələrini səhv tərcümə edirsən, hətta Quranda da səhv var belə deyirsən, Quranın özündən gedir söhbət. Tərcümələri bildik, hətta Quranın özündə belə deyirsən ki, səhv var. Əlbəttə ki, bir insan ki, dəstəmazın çox sadə bir məsələsini bilmir, deməli bu adamın böyük məsələlərdən danışmağa haqqı yoxdur və danışarsa yolunu daha da azar, daha da səhvlər eləyər və bu misalı mən həqiqətən də səndə görürəm ki, elə dərsi düz oxumadın, yaxşı oxumamısan deyə dində də azaraq Quranı səhv tərcümələr eləyirsən, heç ərəb dilini yaxşı bilmirsən, Quranı güya tərcümə eləyirsən güya, amma onun bunun diktəsi ilə gedirsən, bunu da yaxşı bilirik və hətta Quranın özündə belə səhv var, bunu deyirsən. İndi qeyd edəcəyim bu məsələni bəlkə də həqiqətən siz xəyal gücünün məhsulu olduğunu deyərək qəbul etməyə bilərsiniz. İnanın, sizi başa düşürəm. Amma heç olmasa belə bir versiyanın, alternativ düşüncənin, fikrin də olduğunu nəzərə almağınız üçün mən istəyirəm həmin o məsələni burada sizinlə bölüşüm. Yəni nöqtənin üstdə deyil, altda yazılması fərqli mənaya səbəb olur. Yəni nəleyke yox, bəleykə. Yəni yaxşı, bəlun sözü olsa nə olacaq? Deməli dostlar, bəleykə olanda
Sənə qarşı gələn adamı, sənə qarşı çıxan adamı öldürmək yox. Dəyişmiş sayılır Rahim müəllim. Misal üçün, nə aliyəni bəli deyən. Əgər Təhrif edilmiş sayılır da. nöqtənin yerini dəyişirsə, bu səhvdir. Təhrif sayılır da. Tərif də. Bunu Elşad Miri deyir. Deyir ki, mənim fikrimcə burada nə aliyəni bəli. İndi Quran barədə yenə də həmişə deyirlər ki, bu Quran o Quran deyil. Biz əvvəllər keçən ildə sizə göstərdik, yəni başqa bir formasını göstərəcəm inşallah ki, həqiqətən əlimizdə olan Quran nüsxəsi dünyada heç dəyişilməzdir və heç bir fərqi yoxdur. Quranın özündə səhv var deyən insan İslamdan danışa bilərmi? Dindən danışa bilərmi? Əlbəttə ki, Quranın əgər bir nöqtəsində səhv var deyirsənsə, sən kimi o biri də digər də gəlib deyər ki, Quranın sözündə bir cümləsində səhv var, hərfində səhv var. Bununla da Quran gözdən düşər və necə ki, sənin əməlin, niyyəti bilmirəm, amma əməlin bunu göstərir ki, insanlara elə danışırsan ki, tərcümələri hamısı səhv deyirsən, nə özün tərcümə edə bilmirsən, bitirə bilmirsən, nə hansısa bir tərcüməni nümunə göstərə bilmirsən ki, filan tərcümə idealdır, bununla oxuyun, bununla gedin. Niyə? Çünki sənin əməlində göstərilir ki, bu şeyləri etməklə insanlara bildirmək istəyən ki, Quranı qoyun qırağa, qoyun kənara, oxumayın. Əlbəttə ki, insanlar sənin kimi 20-30 ildə oxuyan ərəbcə bilə bilmirsə, digərlərinə də ərəbcə bilmək hamıya asan deyil, öyrənmək asan deyil. Ona görə də onlar nə Quranın ərəbcəsini anlaya bilməyəcəklər, nə də sənin kimlər deyirsən ki, Azərbaycancasını oxumayın. Onunla da insanlar Qurandan, dindən, İslamdan soyumuş olurlar. Mən bu hadisəni danışmaqla heç kəsin eyibini açmaq istəmirəm, istəməmişəm. Lakin bu adam başlayıb milyardlarla gəlib getmiş müsəlmanların və bu gün də 2 milyarda yaxın olan müsəlmanın eybini güya açmaq istəyir. Hamıya deyir ki, siz səhv yoldasınız, birim mən düz yoldayam. Əlbəttə ki, bunu deməyə başlayandan sonra mən də istəyirəm ki, insanlarımıza bildirim ki, bu adam doğru yolla getmir, düz İslamla getmir. İslamı parçalamaq niyyəti ilə ya əməlində odur, ya niyyəti doğrudan da budur. İslamı parçalayır və parçalamaq niyyəti vardır. Və ona görə də biz məcburuq ki, insanlara çatdıraq, anladaq ki, sənin dediklərin yalandır, səhvdir, sözsüz sübutumuzla deyirik. O sübutlar ki, sən bu günə qədər ağzını açıb, bir dəfə də olsun onlara cavab verə bilmirsən. Yalnız cavabı verirsən mollalara, aktyorlara, falçılara və s. Deyirsiniz ki, savadsız insanlardan çıxırsınız. Televiziyaya çıxdığım zaman mən kimlə çıxacağımı müəyyənləşdirmirəm. Bəzən elə olur millət vəkili ilə çıxırsan, bəzən elə olur bir professorla çıxırsan. Əgər mənim sənin səhvləri demək niyyətim olsaydı, özün yaxşı bilirsən ki, o vaxt mən səndən ayrıldım etdiyin səhvlərə görə və mən heç arada bunları efir olaraq, vasitəsilə və s. danışmadım. Dedim, olan işdi, oldu, bitdi. Və sən də başladın yavaş-yavaş dinə zidd olan məsələlər danışmağa, Qurana zidd olan sözlər deməyə, İslam əqidəsinə zidd olan fikirlər söyləməyə başladın. Mən sadəcə olaraq səni dinləyirdim hərdən qabağıma çıxdıqca və gülürdüm, gülümsəyirdim, keçirdim. Sonradan isə sənə mən yox, bəzi digər müsəlmanlar, elm tələbələri və s. cavablar verməyə başladılar. Və mən də deyirdim ki, artıq cavabını verirlər, mənə ehtiyac yoxdur. Lakin sən həqiqətən də əndazəni aşıb, həddindən artıq çox ağ edəndən sonra artıq mən sənin müəllimin olmuş bir şəxs kimi bu mövzuya, bu məsələyə müdaxilə eləməyə məcburiyyətində qaldım və Allah'a şükür ki, artıq bu müdaxilənin faydasını da görürəm və insanlar anlayırlar ki, sən həqiqətən də İslama, Qurana zidd olan məsələlər danışırsan. Heç özünün bəzi bəhrələndiyin şeyxlər ki, hocalar ki var, onlara da əşk çıxırsan və onların demədiklərini belə sən deyirsən. Əlbəttə ki, mənim Elşad Miri ilə heç bir şəxsi problemim yoxdur. Sadəcə olaraq bu insan dində yoluna azandan sonra mən və onun öz hətta dostları var ki, nə qədər dostları var ki, onu tərk ediblər, özü də yaxşı bilir. Çünki bu insan İslamın yolu deyil, digər bir, başqa bir yolla gedir. Ya özü bilərəkdən eləyir, ya bilməyərəkdən eləyir. Amma biz sənə xeyir istəyirik. Sənə və müsəlmanlara, xalqımıza xeyir istəyirik. Deyirik ki, bu yoldan əl çək. Əl çəkmirsənsə, xalqımıza, insanlarımıza deyirik ki, sənin kimi insanlardan əl çəksinlər. Uca Allaha əmanət qalın.